Hər vaxtınız xeyir olsun, dəyərli yoldaşlar. Məhkəmə hakimiyyəti və Naxçıvanı biz bitirdik sizlə. Bələdiyyə qanunvericilik sistemi, konstitusiyamıza əlavə və dəyişikliyə baxırıq. Yerli özünü idarəni bələdiyyələr həyata keçirdir. Bunu bilirik, düzdür? Özünü idarə, çox diqqətli olun ha. Yerli özünü idarəni dediyi kimi həyata keçirdir bələdiyyələr. Bir də var, yerlərdə icra hakimiyyəti. Yerlərdə icra hakimiyyətini, yerli icra hakimiyyətinin başçıları həyata keçirdir. Gəlin onu da sizə göstərdim. Diqqətlə baxın. Baxın. Bircə dəqiqə. Yerlərdə icra hakimiyyətini kim həyata keçirdir? Yerli icra hakimiyyətinin başçıları. Gördünüz bunu? Bax, yerlərdə icra hakimiyyətini kim həyata keçirdir? Yerli icra hakimiyyətinin başçıları. Biri də var, yerli özünü idarə. Yerli özünü idarəni isə dedik ki, bələdiyyələr həyata keçirdir. Bu gün iyun ayının 22-sidir. Mənim o məşhur üçlüyüm. Hər dəfə deyə dərsdə bax imtahana düşüb bu gün. BB kateqoriyası üzrə keçirilən imtahanda düşmüşdü. Nədən söhbət edirəm? NK, diqqətlə baxın. Mən qeyd edirəm, siz də eləyin. Naxçıvan Muxtar Respublikası, bir də bələdiyyənin statusun əsası. Bax, bu üçü nə ilə müəyyən olunur, dostum? Hər dərs sənə deyirəm mən onu. Azərbaycan Respublikasının konstitusiyasından. Oldu. Nazirlər Kabinetinin statusu, bələdiyyənin statusunun əsası, Naxçıvan Muxtar Respublikasının statusu. Bu üçü nə ilə müəyyən olunur? Azərbaycan Respublikasının konstitusiyasından. Burada bir dənə texniki səhvə yol vermişəm. İndi olur da çaşırıq hamımız. Bələdiyyənin statusunun əsası konstitusiyadır. Bu düzdür, bunu bilirsiniz. Bələdiyyənin statusunu yazmamışam. Bələdiyyənin statusu da qanunladır. B-sı oldu. Bələdiyyələrə seçkilərin qaydası və bələdiyyənin statusu nə ilə müəyyən olunacaq? Qanunla. Bir dənə də praktik yol deyim, belə də yadda saxlaya bilərsiniz. Bələdiyyənin statusu deyəndə baxın nə soruşur sizdən? Statusu. Görürsüz balaca bir sözdür də. Yəqin ki, statusu deyəndə cavab qanun götürərsiniz. Çünki balacaya balaca axtarın. Amma statusun əsası deyəndə cavabı da böyük axtarın da konstitusiya. Düzdür? Bu qədər. Bələdiyyələrə seçkilərin qaydası necədir? Qanunladır. Bələdiyyənin statusu ilə statusun əsasını tələbələr səhv salır. Bax, çox diqqətli olun. Bir daha deyirəm. Bələdiyyənin statusu desə, zəhmət çəkin dəftərinizə yazın. Mən burada yazıram. Bələdiyyənin statusu qanun olacaq. Bələdiyyənin statusunun əsası desə, Azərbaycan Respublikasının konstitusiyası olacaq. Eyni zamanda ki, bu konstitusiya ilə də Naxçıvanın Muxtar Respublikasının statusu və Nazirlər Kabinetinin statusu müəyyən olunur. Bələdiyyələr öz fəaliyyətini necə həyata keçirirlər? İclaslar daimi başqa komissiyalar vasitəsilə həyata keçirilir. Bələdiyyənin iclasını kim çağırır? Bələdiyyənin sədri. Sadə bir şeydir. Diqqətli olun, qarşınıza çıxacaq ki, bələdiyyənin iclasını bələdiyyə üzvlərinin 3/2 hissəsi falan çağıra bilər, boş söhbətdir. Bələdiyyənin iclasını bələdiyyənin sədri çağırır. Birmənalı şəkildə bunu bilin. Başqa heç kim çağırmır. Bələdiyyənin səlahiyyətləri. Necə ki öyrənmişik, Milli Məclisin səlahiyyəti, Ali Məclisin səlahiyyəti, bu da bələdiyyənin səlahiyyətidir. Aydın oldu? Bələdiyyələr iclaslarında aşağıdakı məsələləri həll edir. Gəlin baxaq görək hansı məsələləri həll edir. Bələdiyyə üzvlərinin səlahiyyətinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və bələdiyyə səlahiyyətlərinə xitam verilməsi. Aydın oldu? Bax, diqqətli olun. Bələdiyyə iclasına aid məsələdir. Bələdiyyə üzvlərinin səlahiyyətinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi üzvlərin və səlahiyyətlərinə xitam verilməsi. Bu məsələni kim həll eləyir? Bələdiyyə həll eləyir. Harda həll eləyir? İclasında. Yəni bələdiyyənin səlahiyyətidir. Sonra bələdiyyə reqlamentinin təsdiq edilməsi. Bələdiyyə sədrinin, onun müavinlərinin daimi başqa komissiyanın seçilməsi. Bax, çox diqqətli olun ha. Nə yazıb bura? Bələdiyyə sədri və onun müavini seçilir. Bu yəni bələdiyyənin səlahiyyətidir, iclasında həll edir. Amma birdən bura yazacaq bələdiyyə üzvü. Tamamilə səhvdir ha. Bələdiyyənin üzvünü kim seçir? Mənim gözəl dostlarım, xalq seçir. Niyə? Xalqın seçdiyi 3 nəfər vəzifəli şəxs kim idi? Prezident, deputat, bir də bələdiyyə üzvü. Sədr yox, bələdiyyə yox, bələdiyyə üzvü. Diqqətli olun. Burada sizə yazar ki, birdən bələdiyyə üzvü səhvdir. Üzvünü xalq seçir. Sədrini isə bələdiyyə özü seçir öz iclasında, həmçində onun müavinini. Aydın oldu? Daha sonra bələdiyyə nə edir? Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi. Aydındır, bu məsələni həll eləyir. Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi. Bu məsələni də həll eləyir bələdiyyə. Bələdiyyədə mülkiyyətində sahiblik, ondan istifadə, onun barəsində sərəncam.
Bax, çox diqqətli olun. Sərəncamın yerinə qərar yazar. Yəni burada başa düşülməyəcək bir şey yoxdur. Bələdiyyə mülkiyyətinə sahiblik edir, ondan istifadə, onun barəsində sərəncam. Yəni bununla bağlı məsələ harda həll olur? Bələdiyyənin iclasında həll olur və bələdiyyənin səlahiyyətidir. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi. Yəni bələdiyyə nə deməkdir? Yerli özünü idarə, düzdür? Ona görə bələdiyyənin səlahiyyətində yerli sözünü axtarın. Bir çoxsun qabağında bax yerli var. Aydın oldu? Yerli öz sosial müdafiə və sosial proqramların qəbul, icra edilməsi, inkişaf yəni. Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Yerli ekoloji proqramların qəbul və icra edilməsi. Gözünüzə böyük görsənə bilər, amma burada elə çətin bir şey yoxdur. Nədir məsələ? Gəlin komplektləşdirək. Ekoloji proqramlardır, inkişaf proqramlardır, iqtisadi inkişaf proqramı, ekoloji proqram, bir də yerli sosial müdafiə və sosial inkişaf proqramları. Bunların qəbulu və icra edilməsi. Qurtardı getdi. Amma diqqətli olun ha, bax burada icra edilməsi yerinə təsdiq edilmə yazar. Təsdiq edilmə bir dənə burdadır. Harda dayı müəllim? Bax burdadır. Yerli büdcə və onun icrası haqqında hesabatların təsdiq edilməsi. Bunu təsdiq eləyir bələdiyyə. Aydın oldu? Büdcə söhbəti görsəz, onun təsdiq olunmağını axtarın. Qalanlarında təsdiq yoxdur. Qəbul və icradır. Çox diqqətlə baxın. Ümid edirəm, başa düşdünüz. Daha sonra bələdiyyəyə əlavə səlahiyyəti kimlər verə bilər? Bələdiyyələrə qanunverici icra məhkəmə hakimiyyəti tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Aydın oldu? Bax, bələdiyyəyə əlavə səlahiyyət verdim. Əlavə səlahiyyət o deməkdir ki, yəni bu insan özünün görməli olduğu işdən əlavə başqa bir iş də tapşırdım da. Başa düşdünüz fikrimi? Deməli, bələdiyyəyə əlavə səlahiyyəti kim verə bilər? Bax, qanunvericilik və icra hakimiyyəti tərəflərindən bələdiyyələrə əlavə səlahiyyətlər verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyyə vəsaitlər ayrılmalıdır. Sən bu adamın səlahiyyətini elə bil ki, çoxaltmamısan. Ona buna əlavə pul da ayırmalısın və bunu necə yerinə yetirsin bu adam? Başa düşdünüz nə demək istəyirəm? Tutaq ki, bələdiyyələrə öz səlahiyyətindən əlavə qanunvericiliklə icra hakimiyyəti orqanı bir Dabavik səlahiyyət verib də, yəni artırıbdır. Bu 9 deyil, bunu 10, 11, 12 eləyib, misal üçün. Bunu yerinə yetirmək üçün buna maliyyə vəsait də ayırmalıdır da, başa düşdünüz? Elə bilin ki, evdən çıxırsınız, sizə deyirəm Nərimanova getməlisiniz. Sonra deyirəm ki, oradan sonra Gəncliyə getməlisiniz. Bunu mən sizə dedim. Deməli, mən sizə pul da verməliyəm də, çünki sizi mən göndərirəm. Çünki Nərimanovdan Gəncliyə də əlavə yol pulu lazımdır. Fikrim çatdı yəqin ki. Bax, bu da həmin şeydir. Bələdiyyəyə əlavə səlahiyyəti qanunvericilik və icra verir. Daha sonra bu səlahiyyəti yerinə yetirmək üçün onlara maliyyə vəsait də ayrılmalıdır. Yəni pul. Bəs belə səlahiyyətin yerinə yetirilməsinə nəzarəti kim eləyir? Yəni mən bələdiyyəyə əlavə səlahiyyət verdim. Bələdiyyə o əlavə səlahiyyəti elədi yoxsa eləmədi? Buna nəzarəti kim edir? Həmin o əlavə səlahiyyəti verən kim idi? Qanunvericilik və icra. Bax, onun özü də zəhmət çəkib nəzarət edir. Necə ki, mən sənə demədim, Nərimovdan da Gəncliyə gedərsən. Mən özüm də səni nəzarət eləyəcəm. Görüm gedirsən yoxsa yox. Çünki səni göndərən mənəm. Bu da həmin şeydir də. Deyir, əlavə səlahiyyəti verən mən deyiləm. Zəhmət çəkib mən də nəzarət etməliyəm. Aydın oldu? Bələdiyyənin aktı. Bələdiyyə iclaslarında baxılan məsələlərə dair qərar aktını qəbul edir. Necə ki, Milli Məclisin aktı nə idi? Gözəl dostum, hər rekordda deyirəm, ümid edirəm yadında qalır. Konstitusiya qanunu, qanun qərar. Nə bilim, prezidentin aktı, fərman sərəncam, Nazirlər Kabinetininki qərar sərəncam. Bələdiyyənin də aktı qərardır, yəni o öz məsələsinə dair qərar qəbul edir. Başqa bir aktı yoxdur. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Tutaq ki, Milli Məclisdə nəsə qəbul olunanda 95, 83, 63 deyil, bələdiyyədə sadə səs çoxluğu ilə qəbul edirlər. Amma bələdiyyələrdə belə bir şey var. Yerli vergi ödənişlərlə bağlı qərarlar bələdiyyə üzvlərinin 3/2 səs çoxluğu ilə qəbul edilir. Aydın oldu? Normalda, yəni yerli vergi ödənişlər istisna olmaqla sadə səs çoxluğudur. Amma yerli vergi ödənişlərlə bağlı qərar qəbul olunmalıdırsa, bələdiyyə bu qərarı necə qəbul edir dostum? 3/2 səs çoxluğu ilə qəbul edir. Aydın oldu, bələdiyyə üzvlərinin. Tutaq ki, bələdiyyə üzvündə 15 nəfər üzv var. Bunun 3/2-si razı olmalıdır ki, yerli vergi ilə bağlı necə deyim, qərar qəbul olunsun. 3/2-si nə qədər edəcək bunun? 10 nəfər yəni. Aydın oldu? Bunlar ixtisar edib 5 vur 2 10. 15 nəfərdən 10 nəfər razı olmalıdır ki, qəbul olunsun. Bələdiyyə müstəqilliyinin təminatı. Bələdiyyələr öz fəaliyyətini həyata keçirməkdə müstəqildirlər. Bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bax, mənim dostum deyir ki, bələdiyyə müstəqildir. Öz səlahiyyətini həyata keçirməkdə müstəqildir də, yəni bu adam özünə məxsus səlahiyyətləri var. Amma bu o demək deyil ki, bələdiyyənin ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Yəni bələdiyyə özünə məxsus məsuliyyəti var, onu yerinə yetirməlidir. Ona cavabdehdir. Aydın oldu?
Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir. Bax, çox diqqətli olun ha. Bunu birdən bələdiyyə iclasında gətirib yazır, amma diqqətli olun. Bələdiyyə üzvünün seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyənin vaxtından əvvəl buraxılması halları və qaydası necə müəyyən edilir? Qanunla. Bələdiyyələr öz səlahiyyətini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bax, mənim gözəl dostum, yazacaq Azərbaycan Respublikası səhvdir. Bələdiyyə öz səlahiyyətini həyata keçirməkdə müstəqil deyildi. Sən bunu yuxarıda öyrəndin axı. Aşağıda da deyir ki, öz səlahiyyətini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz. Bələdiyyənin fəaliyyətini kim nəzarət edir? Dövlət. Harda getdi buradan o var ki? Dövlət bələdiyyə fəaliyyətini nəzarət edir. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyəti barəsində Milli Məclisə hesabatlar təqdim edirlər. Bax, çox diqqətli olun, maraqlı bir yerdir. Gəlin biraz analiz edək. Testdə yaza bilər ki, bələdiyyələr hər zaman Milli Məclisə hesabat təqdim edirlər və yaxud da hər bir halda. Səhvdir. Bələdiyyə nə zaman Milli Məclisə hesabat təqdim eləyir? Qanunla müəyyən edilmiş hallarda və qaydada öz fəaliyyətləri barəsində Milli Məclisə hesabat təqdim edirlər. Bəs yaxşı, Milli Məclis bələdiyyənin hesabatını dinləyir. Hansı səs çoxluğu, hansı aktla? 63 qərar. Ay müəllim, bilmədim axı o nədir. Bax, indi göstərəcəm sənə. Bu qanun maraqlıdır, hamısı bir-birinin içindədir. Baxın 95-ci maddənin səhv eləmirəmsə 20-ci bəndi bələdiyyə hesabatının dinlənilməsi olmalıdır. Bir saniyə. Hanı bu? Baxın, 20-ci bənd, bəli. Bələdiyyə hesabatının dinlənilməsi Milli Məclisin səlahiyyəti deyil. 95-ci maddə gördünüz? Ən axırıncı nədir? Bu nə olacaq? 63 qərardan söhbət gedir də. Düzdür? Bax burada nə yazmışdı? Öyrənmişdik də bunu. Bələdiyyə hesabatının dinlənilməsi. Milli Məclis bələdiyyə hesabatını 63 səs çoxluq qərarla dinləyirdi. İndi də siz bələdiyyənin içində öyrəndiniz ki, o Milli Məclis bələdiyyəni dinləmək üçün bələdiyyə ona hesabat verməlidir də. Düzdür? Bələdiyyədə öyrəndiniz ki, bələdiyyə də Milli Məclisə nə vaxt hesabat verir? Qanunla müəyyən edilmiş hallarda və qaydada öz fəaliyyəti barədə Milli Məclisə hesabat təqdim edirlər. Bu hesabatı təqdim edir ki, o da bunu dinləyir. O bunu necə dinləyir? 63 qərarla. Bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat verir. Kim tərəfindən bələdiyyənin müdafiəsinə təminat verir? Məhkəmə tərəfindən. Xərclərin də ödənilməsi dövlət orqanının qərarları nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat verilir. Burada rahat bir şeydir, çətin bir şey yoxdur. Sonuncu bənd. Bunu bilirdiniz onsuz, yenə də öyrənək. Bələdiyyə qulluqçularla birlikdə bələdiyyə qulluqçularının qanunsuz hərəkəti, hərəkətsizlik nəticəsində insan hüquq azadlığına dəymiş ziyana görə, onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Bax mənim gözəl dostum, bunu keçmişik, bir dənə də keçəcəyik amma dövlət qulluqçularla birlikdə dövlət qulluqçularının qanunsuz hərəkəti, hərəkətsizliyi nəticəsində insan hüquq azadlığına dəymiş ziyana görə, onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Dövlət qulluqçularından danışdım ha mən sizə, düzdür? Burada amma bələdiyyə qulluqçularından söhbət edir indi. Bax, çox diqqətlə dinləyin məni. Bələdiyyə deyirsə, axıra qədər bələdiyyə axtarın. Dövlət qulluqçusu deyirsə, axıra qədər dövlət qulluqçusu axtarın. Qəbula düşüb və testlərdə qarşınıza çıxacaq. Bax nə demək istəyirəm. Yazıb ki, bələdiyyələr bələdiyyə qulluqçuları ilə birlikdə bələdiyyə qulluqçularının qanunsuz hərəkəti aydın oldu. İmtahanın birində yazmışdı ki, bələdiyyələr bələdiyyə qulluqçuları ilə birlikdə dövlət qulluqçularının səhvdir. Əgər bələdiyyə ilə başlayırsa, içində də ancaq bələdiyyə olmalıdır. Və yaxud da dövlət qulluqçusu ilə başlayırsa, axıra qədər dövlət qulluqçusu getməlidir. Yazacaq ki, testdə dövlət qulluqçularla birlikdə dövlət qulluqçularının qanunsuz hərəkəti, hərəkətsizliyi nəticəsində. Birdən götürüb yazar ki, dövlət qulluqçularla birlikdə bələdiyyə qulluqçularının. Səhvdir o fikir. Aydın oldu? Şimdi başa düşməsə mənə qeyd eləyər, bir dənə də izahını verərəm onun. Bələdiyyə ilə başlayırsa, içində ancaq bələdiyyədən söhbət getməlidir. Dövlət qulluqçusu deyirsə, içində ancaq dövlət qulluqçusundan söhbət getməlidir. Orada başqa ikisini bir-birinə qata bilməz yəni. Deməli öyrəndik ki, bələdiyyə qulluqçularla birlikdə bələdiyyə qulluqçularının qanunsuz hərəkəti, hərəkətsizlik nəticəsində insan hüquq azadlığına dəymiş ziyana görə onların təminatının pozulması ilə necə məsuliyyət daşıyır? Mülki məsuliyyət daşıyır. Uşaqlar, qanunvericilik sistemi maraqlı mövzudur. Aktları öyrənəcəyik, bir də ən yüksək hüquq qüvvə nədir onları. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsində yadınıza salın. İnsan vətəndaş hüquq azadlıqları necə qüvvədə idi?
insan vətəndaş hüquq azadları birbaşa qüvvədə idi, düzdür? Birbaşa hüquqi qüvvədə olan nə idi? Mən sizə deyirdim. Azərbaycan Respublikasının Konstitusiyası. Bununla bağlı PDF atacağam sizə. Deməli, ən yüksək hüquqi qüvvəyə malik olan nədir? Məsləhət görürəm ki, bunu yazasınız. Azərbaycan Respublikasının Konstitusiyasıdır. Ən yüksək hüquqi qüvvəyə malik Konstitusiyamızdır. Birbaşa hüquqi qüvvəyə malik nədir? Azərbaycan Respublikasının Konstitusiyasıdır. Bəs desəm birbaşa qüvvədədir, hüquq sözündən istifadə eləməsəm. Birbaşa qüvvədə olan insan vətəndaş hüquq azadlıqlarıdır. Yadda saxlayın bunu. Qanunvericilik sistemin əsasıdır Azərbaycan Respublikasının Konstitusiyası. Bax, birlikdə deyirəm sizə. Ən yüksək hüquqi qüvvəyə malik Konstitusiyamızdır. Birbaşa hüquqi qüvvəyə malik Konstitusiyamızdır. Qanunvericilik sistemin əsasıdır Azərbaycan Respublikasının Konstitusiyası. Qurtardı getdi. Bəs birbaşa qüvvəyə malik olan nədir? İnsan vətəndaş hüquq azadlıqları. Normativ hüquqi aktlarımız. Bax, bunlar bizim normativ hüquqi aktlarımızdır. Biraz çətin gələ bilər, amma öhdəsindən gələrsiniz, narahat olmayın. Uşaqlar, normativ hüquqi aktlar bilirsiniz nə deməkdir? Yüksək səlahiyyətə malik olandan üzü aşağıya düşürük. Aydın oldu? Misal üçün, bayaq demədik, ən yüksək hüquqi qüvvəyə malik olan konstitusiyamızdır. Birinci dayanıb. Bax, hər şey qoyun kənara. Sizcə Azərbaycanda qanun yüksək qüvvəyə malikdir, yoxsa prezidentin fərmanı? Nazirlər Kabinetinin qərarı yüksək qüvvəyə malikdir, yoxsa prezidentin fərmanı? Təbii ki, prezidentin fərmanı. Qısaca, burada gördükləriniz səlahiyyəti çox olandan üzü aşağıya düşür. Aydın oldu? Və aşağıda gördükləriniz yuxarıdakılarına zidd ola bilməz. Tutaq ki, prezidentin fərmanı 4-cü yerdə dayanıb. Azərbaycanda qanuna və konstitusiyaya zidd ola bilməz. Aşağıda bunu öyrənəsiniz, narahat olmayın. Prosta istəyirəm bax buradan biləsiniz. Bu altılığı əzbər öyrənmək lazımdır. Bizim normativ hüquqi aktlarımız bu altılıqdır və bunun aşağısında olan yuxarıdakına zidd ola bilməz. Tutaq ki, Nazirlər Kabinetinin qərarı nəyə zidd ola bilməz? Prezidentin fərmanına. Yəni əzbər yox. Bu məncə məntiqlə tutmaq olur da, düzdür? Çünki burada nədən söhbət edir ki, düşünürəm də, yəni Nazirlər Kabinetinin qərarı mənim prezidentimin fərmanına necə zidd ola bilər? Və yaxud da qanunuma, konstitusiyama aydın oldu? Ümid edirəm bu altılığı başa düşdünüz. Yəni ən yüksəkdən, bax burada ən yüksəklərdən zəifə düşürük də, başa düşdünüz? Elə bilin ki, 500-lükdür, 200-lükdür, 100-lükdür, 50-likdir belə. Deməli normativ hüquq haqlarımız nədir? Konstitusiya. Referenduma qəbul edilmiş aktlar, qanun, fərman, Nazirlər Kabinetinin qərarı, Mərkəzi İcra Hakimiyyəti orqanının normativ aktları. Bir dənə bu iki var ha. Uyğunluqda ikini görmədən gəlin. Müəllim, o nə deməkdir? İzah edirəm sizə. Misal üçün sual verəcəm ki, aşağıda öyrənəsiniz, prosta istəyirəm burada öyrənək. Qanun nəyə zidd olmamalıdır? Qanundan yuxarıda nə görürsünüz? İkini görmədən gəlin. Qanunlar konstitusiyaya zidd olmamalıdır. Fərmanlar nəyə zidd olmamalıdır? Özündən yuxarıda nə var ona? Fərmandan yuxarıda nə var? Qanun var, bir də konstitusiya var. Bunu görmədən gəlin də. Zidd deyəndə bunu mənə demirsiniz, oldu? Nazirlər Kabinetinin qərarı nəyə zidd olmamalıdır? Fərmana, qanuna, Azərbaycanın konstitusiyasına. Mərkəzi İcra Hakimiyyəti orqanının normativ aktları. Sizə demişdim ki, Mərkəzi İcra Hakimiyyəti orqanı nazirliklər deməkdir. Yəni, nə bilim, Maliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi aydındır. Bu nəyə uyğun olmalı? Üzr istəyirəm, nəyə zidd olmamalıdır? 6-cı. Yuxarıda nə var? Hamısına zidd olmamalıdır. Yəni, Nazirlər Kabinetinin qərarına, fərmana, qanuna, konstitusiyaya zidd olmamalı. Çünki ən zəifi budur. Evin balaca uşağıdır. Oldu? Baxırıq indi bura. Tərəfdar çıxdığımız beynəlxalq müqavilələr qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Bax, mənim gözəl dostlarım, bununla bağlı qısa PDF var, atacağam sizə, narahat olmayın. Qanunvericilik sisteminin əsasıdır nə? Konstitusiyamız. Bir də var, qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi. Ayrılmaz tərkib hissəsi tərəfdar çıxdığımız beynəlxalq müqavilədir. Yadda saxlayın. Ayrılmaz tərkib hissəsi tərəfdar çıxdığımız beynəlxalq müqavilədir. Bəs qanunvericilik sistemin əsasıdır nə? Azərbaycan Respublikasının konstitusiyası. Bu yerlərdə diqqətli olmaq lazımdır. Naxçıvan Muxtar Respublikasında həm də, bax, bura çox diqqətlə baxın. Naxçıvanda normalda Azərbaycanın konstitusiyası və qanunu hüquqi qüvvəyə malikdir. Bunu bilirik. Çünki Naxçıvan bizim, necə deyim, tərkib hissəmizdə, ayrılmaz tərkib hissəmizdir.
Bizə deyir ki, bax həm də sözlə baxın. İmtahanın birində yazmışdı ki, Naxçıvan Muxtar Respublikasında yalnız Naxçıvanın konstitusiyası və qanunu hüquq-qüvvəyə malikdir. Səhvdir axı. Bu necə ola bilər ki? Naxçıvan bizim tərkibimizdə deyil. Deməli bizim konstitusiyamız, qanunumuz da orada hüquq-qüvvəyə malikdir. Aydın oldu? Ondan əlavə mən öyrənirəm ki, Naxçıvan Muxtar Respublikasında Naxçıvanın özünün konstitusiyası və qanunu və Nazirlər Kabinetinin qərarı Naxçıvanın. Aydın oldu? Naxçıvanda hüquq-qüvvəyə malikdir. Naxçıvanda deməli hüquq-qüvvəyə malik olan nə oldu? Naxçıvanın konstitusiyası, qanunu, Nazirlər Kabinetinin qərarı. Bizim konstitusiya və qanunumuzdan əlavə. Çünki həm də yazıb. Diqqətli olun. Naxçıvanın qanunvericilik sistemi Azərbaycan Respublikasının qanunverici sisteminə uyğun olmalıdır. Burada elə çətin bir şey yoxdur da, yəni aydın oldu. Naxçıvanın qanunverici sistemi nədir? Yəni Ali Məclisin qəbul etdiyi konstitusiyası və qanunu bizim konstitusiya və qanuna zidd olmamalıdır. Bunu öyrənmişdik Naxçıvanda, düzdür? Yadınıza salın. Nə deyirdi? Deyirdi Naxçıvan Ali Məclisinin konstitusiyası və qanunu bizim konstitusiya və qanunumuza zidd olmamalıdır. Burada da həmin şeydir də. Deyir onun qanunvericilik sistemi bizim qanunverici sistemimizə uyğun olmalıdır. Yadda saxlayın. Ən maraqlı yer 5-ci bənd. Çox diqqətlə baxın ha bura. Deməli, 5-ci bənddə mənə deyir ki, öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilərlər. Bax, imtahanda yazacaq ki, öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları prezidentin fərmanlarına zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilər. Deyir, ay müəllim, prezidentin fərmanı hardan gəldi? Bura nə yazıb? Qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən. Qanunvericilik sisteminə daxil olan aktlar bunlar deyil. Mənim gözəl dostum, bax diqqətlə qulaq as ha. Qanunvericilik sisteminə daxil olan aktlar bunlar da, düzdür? O sözün yerinə götürüb buradan ürəyi hansını istəyir yazacaq. Başa düşdünüz? Sən də çaşma imtahanda. Yaza bilər ki, öz səlahiyyəti daxilində yerli icra hakimiyyəti orqanları qanunlara zidd gəlməyən normativ xarakterli aktlar qəbul edə bilər. Edə bilər də. Çünki qanun özü qanunverici sistemə daxil olan aktdır da. Yəni bu sözün yerinə açıqlamasını yazacaq da. Aydın oldu? Bax bir də deyirəm, qanunvericilik sisteminə daxil olan aktlara zidd gəlməyən. Qanunvericilik sisteminə daxil olan aktlar da bunlar da, düzdür? Gördünüz? Bunlardan birini ora yazacaq. Altısından da ürək hansı istəyir yaza bilər. Çaşma. Deməli o variant düzdür. Normativ xarakterli. Rəngləmişəm ha. Burada birdən yazar normativ səhvdir. Diqqətlə bax burada. Normativ hüquqi aktlar. Normativ hüquqi aktlar hansıdır? Gəlin bir dənə bura sayaq, sizin yadınızda qalsın. Bax, konstitusiyamız, Azərbaycan Respublikasının konstitusiyası. Referendumdan qəbul edilmiş aktlar. Referendumdan qəbul edilmiş akt. Qəbul edilmiş akt. Yəni ikinci. Sonra qanun, prezidentimizin fərmanı, məntiqlə get, özünü çaşdırma. Nazirlər Kabinetinin qərarı, Mərkəzi İcra Hakimiyyəti orqanının normativ hüquqi aktı. Aydın oldu? Deməli, normativ hüquqi aktlarımız hansıdır? Konstitusiya, referendumdan qəbul edilmiş akt, qanun, fərman, Nazirlər Kabinetinin qərarı, bir də MİHO, Mərkəzi İcra Hakimiyyəti orqanının normativ aktı. Bax, bunu sənin üçün ora yazdım. Normativ hüquqi aktlar hüquqa və haqq ədalətə əsaslanmalıdır. Hüquqa və haqq ədaləti o deməkdir ki, bərabər mənafelərə, bərabər münasibətə. Yadda saxlayırsan bunu. İndi bu çox diqqətlə qulaq asın. Normativ hüquqi aktlar var ha, artıq öyrəndiniz. Bax, onlar dərc edildikdə, diqqətli olun ha, altısı da yalnız dərc edildikdə tətbiqi və icrası məcburidir. Gəlin görək normativ hüquqi aktlar dərc edildikdə, bax yalnız dərc edildikdə, görək tətbiqi və icrası kim üçün məcburidir? Referendumdan qəbul edilmiş aktlar dərc olunsa, onların tətbiqi və icrası vətəndaşlar, siz, mən, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, hüquqi şəxs və bələdiyyə üçün məcburidir. Tardı getdi. Sizə elə gələr ki, çətindir, çətin deyil. Referendumdan qəbul edilmiş aktlar kim üçün məcburidir? Hüquqi şəxslər, bələdiyyə, vətəndaş, icra, məhkəmə, qanunvericilik. Keçdim qanunlara indi. Mən sizə nə demişdim? Nə yazıb? Qanun konstitusiyaya zidd olmamalıdır. Bunu əzbərləməyə ehtiyac var? Yoxdur. Qanun harda durub? Bax, üçüncü yerdə durub, düzdür? Qanundan yuxarıda nə var? Demişdim, referendumdan qəbul edən aktı görmürsən. Konstitusiya. Deməli, qanun konstitusiyaya zidd olmamalıdır. Bu da onu yazıb. Bəs qanun kim üçün məcburidir? Referendum aktı kim üçün məcburidirsə, qanun da onun üçün məcburidir. Bir dənə bütün vətəndaş fərqi var. Qalan hamısı eynidir. Özünü qətiyyən çaşdırma.
Deməli qanun, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, hüquqi şəxs və bələdiyyə üçün məcburidir. Da burada necə orada da elə. Bir dənə qanun vətəndaş yox, bütün vətəndaşlar üçündür. Aydın oldu? Qanun kim üçün məcburidir? Bütün vətəndaşlar. Amma referendumla qəbul edilmiş aktda bütün vətəndaş deyil, vətəndaş idi. Şu. Prezidentin fərmanına keçmişəm. Prezidentin fərmanı niyə zid olmamalıdır? Bax, bura bax çıxart, əzbər olmasın. Fərmandan yuxarıda nə var? Qanun var, konstitusiya var. Deməli, prezidentin fərmanı Azərbaycanın konstitusiyasına və qanununa zid olmamalıdır. Bunu bildim. Qurtardı getdi. Prezidentin fərmanı da məntiqlə düşünürəm də, bütün vətəndaşlar üçün icra hakimiyyəti prezidentə mənsub idi, bilirdiniz. Ona görə də icra hakimiyyəti orqanları bir də hüquqi şəxslər üçün məcburidir. Burada da bələdiyyə falan yoxdur. Aydındır. Sadə bir şeydir. Nazirlər Kabinetinin qərarı. Gəlin yenə baxın. Bax, Nazirlər Kabinetinin qərarı bu deyil, mənim gözəl dostum. Nazirlər Kabinetinin qərarı nələrə zid olmamalıdır? Fərmana, qanuna, konstitusiyaya. Özündən yuxarıda nə var ona. Bura nə yazıb ki indi? Nazirlər Kabinetinin qərarı nəyə zid olmamalıdır? Azərbaycan konstitusiyasına, qanunlarına, bir də prezidentin fərmanına. Belə böyük olduğuna baxmayın, sadə şeydir. Oldu. Bəs Nazirlər Kabinetinin qərarı kim üçün məcburidir? Yalnız dərc edildikdə. Onsuz sizə demişdim də, bu 6 normativ hüquq aktın 6-sı da dərc edildikdə məcburidir. Ha, çox diqqətli olun. Gəlin baxaq. Vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanı hüquqi şəxslər üçün. Prezidentlə eyni şeydir də. Nazirlər Kabinetinin qərarı prezidentin fərmanının eyni şeyidir. Prosta burada bütün vətəndaşdır prezidentin fərmanında. Yəni özünüz üçün bunu bir dənə vərəqdə qəşəng yolda konspekt eləyin ki, qəşəng yadınızda qalsın. Oldu? Bu bütün vətəndaşı da sizə deyəcəm yoldaşlar. Vətəndaşla bütün vətəndaşın fərqi nədir? Bir dənə bunu yekunlaşdırım. Deməli, Nazirlər Kabinetinin qərarı mən bildim ki, dərc olunsa kim üçün məcburidir? Vətəndaş, mərkəzi və yerli icra hakimiyyəti orqanı, bir də hüquqi şəxslər üçün. Qurtardı, çıxdı, getdi də. Şu. Bir dənə də baxıram axırıncıya. Mərkəzi icra hakimiyyəti orqanı, MİHO. Mənim indi xəttim səhər gəldi də. Bax, bu MİHO deməkdir. MİHO. Aydındır. Bəs, yəni, bax, bu 6-cı aktdan söhbət edirəm də. 6-cı akt. Bu nəyə zid olmamalıdır? Ha, özündən yuxarıda nə var hamısına. Zid olmamalıdır da. Qurtardı getdi. Nə yazıb bura? Mərkəzi icra hakimiyyəti orqan aktları konstitusiyamıza, qanunumuza, prezidentimizin fərmanına, bir də Nazirlər Kabinetinin qərarına zid olmamalıdır. Bir dənə bu ikini görməzdən gəlirsiniz də sizə demişdim. Aydın oldu. Qalan yuxarıda nə var ona zid olmamalıdır. Qurtardı çıxdı getdi. Öyrəndin bunu? Şu, bura qədər. Bir dənə sizin yadınızda bunları saxlamaq ola bilsin biraz çətinlik yaradar. Bu vətəndaşla bütün vətəndaşı sizi çaşdırdı axı. Yoldaşlar, bütün vətəndaşla vətəndaşın fərqini sizi inandırım ki, çox adam bilmir. Bizə dəqiqə. Miho. Bunu mən sərgəli yazım. Yəqin bunu bilirsiniz də. Bax, Miho. Mərkəzi İcra Hakimiyyəti orqanı aktları. Bütün vətəndaş deyəndə, dəyərli dostlar, bir yaşlı, bir aylıq körpədən 100 yaşlı nənə-babaya qədər nəzərdə tutulur. Bütün vətəndaş. Bəs vətəndaş nədir? Bunlar necə bir-birindən fərqlənir? Diqqətli olun. Misal üçün, belə bir cümlə qursam düz çıxar sizcə, bütün vətəndaşlar hərbi xidmətə gedirlər. Xeyr, bu cümlə səhvdir. Niyə? Çünki xanımlar getmir. Və yaxud da səhhətində problem olanlar getmir. İkinci bir izah verim sizə. Bütün vətəndaşların sürücülük hüququ var. Bu düzdür sizcə? Xeyr. Bütün vətəndaşların sürücülük hüququ yoxdur axı. Üzr istəmək, bütün vətəndaşlar yəni avtomobil idarə edə bilər. Belə bir cümlə qursam düz olar? Xeyr. Kimlər avtomobil idarə edə bilər? Pravası olan vətəndaş, yəni sürücülük vəsiqəsi olan vətəndaş. Bax, bütün vətəndaşla vətəndaşın fərqi budur. Bütün vətəndaşlar, yenə deyirəm, nəsə nəzərdə tutulanda bütün vətəndaş deyəndə bir yaşlı, bir günlük körpədən 100 yaşlı adama kimi nəzərdə tutulur. Aydındır? Karantin vaxtı misal üçün durub deyə bilərdik ki, bütün vətəndaşlar evdən çölə çıxmasın. Xeyr, belə bir şey yox idi. İş olanların iş icazəsi var idi. Onlar işinə gedib gəlirdilər. Yəni vətəndaşla bütün vətəndaşın fərqi bax bu deməkdir. Və bütün adətən fövqəladə vəziyyət falan olanda tətbiq olunur. Aydın oldu. Tutaq ki, hansısa bir ərazidə zəlzələ olubsa, artıq orada bütün vətəndaşlar təxliyə olunur. Bax belə məsələlər var. Vətəndaş da ki, o sürücülük hissə misal çəkdim də, yəni durub cümlə qursaz ki, bütün vətəndaşlar avtomobil idarə edə bilər, o cümlə səhvdir axı. Hansı vətəndaş avtomobil idarə edə bilər? Misal üçün, yaşı 18 olan, sürücülük vəsiqəsi olan məsələlər budur. Bu eyni zamanda müsahibədə verilə bilən sualdır. Diqqətli olun.
Və bir də yenə deyirəm, əzbər olmasın. Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının qanunları bütün vətəndaşlar üçün məcburidir. Başa düşdünüz? Məntiqlə prezidentin fərmanıdır axı bu, aydındır. Və qanunlarımız kim üçün məcburidir? Bunlar da bütün vətəndaşdır. Bir dənə bu ikisində. Qalanlarında vətəndaşdır. Və referendumla qanunlar arasında kim üçün məcbur olmağı birə-bir eyni şeydir. Prosta qanun bütün vətəndaşdır. Всё. Keçirəm prezidentin fərmanı ilə Nazirlər Kabinetinin məcburiliyinə eyni şeydir. Prosta prezidentin fərmanı bütün vətəndaş üçün nəzərdə tutulubdur. Aydın oldu? Qurtardı getdi. Burada yəni çətin bir şey yoxdur. Burada icradır, burada həm mərkəzi, həm yerli icra hakimiyyəti orqanıdır. Bu qədər. Ümid edirəm ki, burada sizə qaranlıq qalmadı. Ziddiyyəti də bildiniz. Bu altılıqdır. Aşağıdakı yuxarıdakına zidd olmamalıdır. Baxıram bura. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquq haqların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquq haqların qüvvəsi geriyə şamil edilmir. Bu bilirsiniz nə deməkdir? Tutaq ki, kimdənsə şikayət eləmişəm. Nə bilim, demişəm ki, o mənə bir daş atıb başıma. Fiziki hüquqi şəxsin hüquqi vəziyyətini yaxşılaşdırmaqdan söhbət edirəm. Daş yaxşılaşdırma deyil, ha, diqqətlə qulaq asın. Ərizə yazmışam da belə deyək də. Mən sonra ərizəmi geri götürmək istəyirəm. Demək istəyirəm ki, yox, daş atmamışdı da, yəni necə deyim, çöp atmışdı, qələm atmışdı. Onun işini yüngülləşdirir axı. Bax belə olanda mənim ərizəm geriyə şamil ediləcək. Başa düşdünüz? Amma mən deyirəm ki, götürüm ora yazım ki, daş atıb, nə bilim, 8-lə məni döyüb elə. Onun işi ağırlaşdırır. Yəni ağırlaşırsa geriyə şamil edilmir. Oldu? Yüngülləşdirilirsə bu adamın işi o hüquqi akt geriyə şamil olunur. Ümid edirəm mənasını başa düşdünüz. Fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquq aktların qüvvəsi geriyə şamil edilmir. Qısaca, işinizi yüngülləşdirən bir şeydirsə, onu geriyə şamil etmək olar. Amma yüngülləşdirmirsə, geriyə şamil edilməyəcək. Yadda saxlayın. Normativ hüquqi aktlar dərc edilməlidir. Normativ hüquqi aktlar hansıdır mənim gözəl dostum? Yazıram sənin üçün yenə bura. Konstitusiya. Referendumdan qəbul edilmiş akt. Qanun, fərman, yəqin ki, fərman prezidentin olduğunu bilirsən, qanun Azərbaycanın qanunudur bilirsən, Nazirlər Kabinetinin qərarı, bir də MİHO, Mərkəzi İcra Hakimiyyəti orqanının aktı. Bax, bu nə etməlidir? Mənə nə deyir? Deyir, normativ hüquq aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquq aktın icrasına məcbur edilə bilməz, belə aktın icra olunmasına görə məsuliyyətə cəlb edilə bilməz. Bayaq dediyimdə isə o 6 normativ hüquq aktımız dərc olunmalıdır ki, onların icrasına biz cəlb olunaq. Aydın oldu? Amma dərc edilməyən normativ hüquq haqlara sizə heç kim məcbur edə bilməz və sizə bununla bağlı məsuliyyət də cəlb edə bilməzlər. Normativ hüquqi aktların da dərc edilmə qaydası konstitusiya qanunu ilə müəyyən olunur. Aydın oldu? Normativ hüquqi aktların dərc edilmə qaydası necə müəyyən olunur? Konstitusiya qanunu ilə müəyyən olunur. Naxçıvan Muxtar Respublikasının statusu, üzr istəyirəm, Naxçıvanın konstitusiyası necə təsdiq olunurdu? Hansı aktla? Konstitusiya qanunu ilə. Təkrarlayın. Naxçıvan konstitusiyasını kim təsdiqləyirdi? Prezidentimiz Ali Məclisdən gətirirdi Milli Məclisə. Milli Məclisdə konstitusiya qanunu ilə təsdiq olunurdu. Naxçıvanın konstitusiyasının təsdiq olunduğu akt, bax bu konstitusiya qanunu idi. Naxçıvanın konstitusiyasını təsdiq edən kim idi? Milli Məclis. Qəbul edən Ali Məclis təbii ki. Bələdiyyənin aktları. Bələdiyyənin də aktı qərarıdır, bilirsiniz. Bələdiyyənin qəbul etdiyi aktlarda hüquqa və haqq ədalətə əsaslanmalıdır. Amma normativ hüquq aktı deyil, ha, diqqətli olun. Prosta bələdiyyənin də aktı normativ hüquq aktlar kimi hüquqa və haqq ədalətə əsaslanmalıdır. Gəlin görək, bələdiyyənin aktı nəyə zid olmamalıdır? Bələdiyyə yəni ən zəif bir qurum sayılır da, belə götürsək, düzdür? Ən aşağıda belə, yəni güc cəhətdən. Bax, məntiqlə də əzbər olmasın. Bələdiyyənin aktı sizcə nəyə zid olmamalıdır? Yəni əzbər yox, məntiq. Konstitusiyama zid olmamalıdır. Qanunuma, prezidentimin fərmanına, aydındır, Nazirlər Kabinetinin qərarına, Azərbaycanda bunlara, Naxçıvanda bələdiyyənin qərarı isə bunlarla yanaşı, Naxçıvanın öz konstitusiyasına, qanununa, Nazirlər Kabinetinin qərarına zid olmamalıdır.
Bu bələdiyyənin qərarı, yəni nezid ola bilər ki, heç nəyə də bir növ. Başa düşdünüz? Azərbaycanda Azərbaycanın konstitusiyasına, qanununa, prezidentin fərmanına, Nazirlər Kabinetinin qərarına zidd olmamalıdır. Naxçıvanda isə bunlarla paralel, çox diqqətli olun. Niyə görə bunlarla paralel? Çünki Naxçıvan Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Deməli, mən buradan bu qənaətə gəlirəm ki, Naxçıvanda bələdiyyənin aktı, yəni qərarı Azərbaycanın konstitusiyası, qanunu, prezidentin fərmanı, NKM-ın qərarı ilə bərabər Naxçıvanın öz konstitusiyasına, qanununa və Nazirlər Kabinetinin qərarına zidd olmamalıdır. Diqqətli olun. Bələdiyyənin qəbul etdiyi aktın icrası onun ərazisində yaşayan vətəndaşlar, onun ərazisində yerləşən hüquqi şəxslər üçün məcburidir. Qurtardı getdi. Bələdiyyənin qəbul etdiyi aktın icrası kim üçün məcbur olur? Onun ərazisində yaşayan vətəndaş siz və məndən söhbət eləyir. Ərazisində yerləşən hüquqi şəxs. Hüquqi şəxs nədir? Hansısa bir şəbəkədə Arazoba, Bravo, Kontaktom oldu. Bələdiyyə sonuncu beynəlxalq akt məsələsi. Qəbul sualıdır bu da. 2024 fevralda düşmüşdü. Bir də 2025-də deyəsən yanvarda düşdü. Səhv demədimsə sizə. Çox diqqətlə baxın. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə hələ ki dostum mötərizənin içinə baxmırsan, oldu? Mənə nə deyir? Qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə tərəfdar çıxdığım dövlətlərarası müqavilə arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilə tətbiq edilir. Dostum, qanunvericilik sisteminə daxil olan normativ hüquq aktı hansıdır? 6 ədəd yoxdur. Bax o məşhur. Elə sən onu bu rekordda öyrəndin. Konstitusiya, referendumla qəbul edilən akt, qanun, prezidentin fərmanı, NK-nın qərarı, bir də MİHO. Bax, bunlar bizim qanunvericilik sistemimizə daxil olan normativ hüquqi aktlardır. Mənə deyir ki, bunlarla tərəfdaşlığım dövlətlər arası müqavilədə ziddiyyət yarandı. Nəsə sözləri çəp gəlsə, nə tətbiq olunacaq? Həmin beynəlxalq müqavilə tətbiq edilir. Bunun sözü nə ilə çəp gəlibsə, o çəp gəldiyi nədir? O tətbiq olunur. Yəni beynəlxalq müqavilə. Başa düşdünüz? Bax, tərəfdar çıxdı, Azərbaycan Respublikasının tərəfdarçısı dövlətlərarası müqavilə ilə bir de burada gördüyünüz bu 6 akt yoxdur. Tutaq ki, prezidentin fərmanı ilə ziddiyyət yarandı arasında. Nə tətbiq olunur? Həmin müqavilə tətbiq olunur. Prezidentin fərmanı yox. Yəni onun dediyi olur. Başa düşdünüz? Amma iki aktımız istisnadır. Çox diqqətli olun. Konstitusiyamız və referendumla qəbul edilən aktımız istisnadır. Nə deməkdir bu? Sən burada görsən, bax bu konstitusiya deməkdir də. Biraz K hərfi maşallah səliqəli oldu. Bu konstitusiyadır, bu da referendumla qəbul edilən aktdır. Bax, bu ikisi ilə tərəfdaşlığım dövlətlərarası müqavilədə ziddiyyət yaransa, bunların özü tətbiq olunacaq. Tutaq ki, konstitusiya ilə tərəfdaşlığım dövlətlərarası müqavilədə ziddiyyət yarandı. Sözləri çəp gəldi. Kimin sözü keçəcək? Konstitusiyanın sözü keçəcək. Başa düşdünüz mənim gözəl dostum? Bəs referendumla qəbul edilmiş aktla yenə həmin şey oldu. Tərəfdaş sistemi müqavilədə ziddiyyət yaransa, bu dəfə kimin sözü keçir? Yenə referendumla qəbul edilmiş aktın sözü keçir. Aydın oldu? Çünki bu iki akt istisnadır. Amma yerdə qalan 4 aktımız var ha. Bunlarla tərəfdar çıxdığımız dövlətlərarası müqavilədə ziddiyyət yaransa, nə tətbiq olunacaq? Tərəfdar çıxdığımız müqavilə. Ümid edirəm mənə başa düşdün. Bax bu 4 dənəsi ilə qanun, fərman, Nazirlər Kabinetinin qərarı, Mərkəzi İcra Hakimiyyəti orqanı normativ aktı. Bu dördü ilə tərəfdar tutduğum dövlətlərarası müqavilədə ziddiyyət yaransa, həmin o tərəfdar tutduğum müqavilə tətbiq edilir. Amma bu ikisi ilə yaransa, elə bu ikisi özü tətbiq olunur. Çünki bunlar yüksək səviyyəli sayılır. İstisnadır. Mötərizədə olubdur. Sənin nümunə də çəkdim. Bir dənə də deyirəm, konstitusiya ilə tərəfdaşlığım dövlətlərarası müqavilədə ziddiyyət yaransa, konstitusiya tətbiq olunacaq. Referendumla qəbul edilmiş aktla tərəfdaşlığım dövlətlər arasında ziddiyyət yaransa, referendumla qəbul edilmiş akt tətbiq olunur. Aydın oldu? Özləri. Amma yerdə qalan bu dördünü gördünüz. Tutaq ki, Nazirlər Kabinetinin qərarı ilə tərəfdaşlığım dövlətlər arası müqavilədə ziddiyyət yarandı. Nə tətbiq olunacaq? Tərəfdaşlığım dövlətlər arası müqavilə. Da bu yox. Oldu? Uşaqlar, konstitusiyamıza dəyişiklik edilməsi. Ümumiyyətlə dəyişiklik nədir? Mən sizə bir dənə praktiki deyim. Tutaq ki, konstitusiyamıza dəyişiklik və əlavə etmək istəyirəm. Bir dənə bura baxın. Bax, bu 1, 2, 3, 4, 5, 6 bənd deyir. Dəyişiklik dediyimiz bu 6-cı bəndi silirəm. Olur dəyişiklik. Aydın oldu? Altını sildim. Bu nə oldu? Dəyişiklik. Biri də var. Yəni altının içindən nə isə silirəm. Tutaq ki, konstitusiya qanunu yazılmayıb bura. Praktiki deyirəm də. Bunu silirəm. Bu məsələnin həllini eləyirəm qanun.
Konstitusiya sözünü ləğv edirəm. Yəni bu məsələ qanunla həll olur. Bu nə olacaq? Dəyişiklik. Nə bilim bura baxaq. Üçüncü bəndə. Bu üçüncü bənddən necə deyim, konstitusiyamıza əlavələr, misal üçün 2 dəfə səsə qoyulmur. Eləyirəm onu bir dəfə səs edirəm. 2 dəfə səs eləməyəcəm ki. Başa düşdünüz? Bu mənim konstitusiyama dəyişiklik deməkdir. Biri də var konstitusiyama əlavə. Əlavə nə deməkdir? Tutaq ki, bax, qələm hanı? Hə. Bu 5 deyil, 1 2 3 4 5. Artırıram. 6 7 8. Aydın oldu. Bu nə olacaq? Konstitusiyama əlavə. Hansısa bir maddə yoxdur, 3-cü bax bənd. 156-cı maddənin 3-cü bəndə nə isə əlavə edirəm də, artırıram bunun içinə. Bu nə olur? Konstitusiyama əlavə. Başa düşdünüz? Yəni məncə bu çətin deyil də. Dəyişikliklə əlavənin nə olduğunu bilirsiniz. Mən indi belə praktiki göstərdim. Misal üçün indi söz gedir ki, Naxçıvanın konstitusiyası dəyişiləcək. Bunu bilirsiniz də. Misal üçün Ali Məclisin vəzifəli şəxsi kimdir? Ali Məclisin sədridir. O dəyişəcək, olacaq başqa bir adam. Bax bu dəyişiklikdir. Əlavənin də nə olduğunu dedim sizə. Nəsə artırırlar. Gəlin baxaq görək. Azərbaycan Respublikasının konstitusiyasında dəyişiklik necə olur? Öyrənmisiniz də. Maddə 3 yadınıza düşdü. Konstitusiyamızın mətninə dəyişiklik necə olur? Yalnız referendumla. Qurtardı getdi. Bəs Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliyi kim təklif edə bilər? Milli Məclis və ya prezident təklif edə bilər. Bu konstitusiyamız yoxdur. Buna dəyişiklik maddə 3-dən bilirdiniz. Yalnız referendum yolu ilə olur. Bəs bu dəyişikliyi təklif edəcək subyektlər kimdir? Milli Məclis və ya Azərbaycan Respublikasının prezidenti təklif edə bilər. Amma bu təklif olunan dəyişikliklərə dair əvvəlcə Konstitusiya Məhkəməsinin rəyi alınır. Çox diqqətli olun. Qurtardı getdi. Dəyişikliyi kim təklif eləyir? Milli Məclis və ya prezidentimiz təklif eləyir dəyişikliyi. Əvvəlcə kimin rəyi alınır? Əvvəlcə, sonra yox. Konstitusiya Məhkəməsinin rəyi alınır. Çox. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş konstitusiyanın mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. Bax, Konstitusiya Məhkəməsi referendumla qəbul olunmuş konstitusiyanın mətnində dəyişikliklərə dair qərar qəbul edə bilməz. Sadə bir şeydir. Uşaqlar, konstitusiyamıza dəyişikliklərin təklif edilməsi var. Təşəbbüsün məhdudlaşdırılması. Çox diqqətlə qulaq asın yenə mənə. Bizdə nədir məsələ? Konstitusiyamıza dəyişikliyi bildiniz. Bax, burada adı yazılan maddələr toxunulmaz maddələrdir. 1, 2, 6, 7, 8, 21 bu maddələr. Toxunulmaz maddə nə deməkdir? Bu maddələrə nə dəyişiklik olmur, nə əlavə. Siz hələ ki dəyişikliyi bilirsiniz də, indi burada əlavəni də öyrənəcəyik. Deməli, Azərbaycan Respublikasının konstitusiyasında birinci maddə hakimiyyətin mənbəyi, ikinci maddə xalqın suverenliyi, 6 hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, Azərbaycan dövləti, dövlətin başçısı və dövlət dili. Bax, bu maddələrə dəyişiklik və ya onların ləğv edilməsi haqqında 3-cü fəslində nəzərdə tutulmuş insan vətəndaş hüquq azadlarının ləğvi və ya tərəfdar tutduğumuz beynəlxalq müqavilədə nəzərdə tutulunan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təklif referenduma çıxarıla bilməz. Referendum nə deməkdir? Dəyişiklik eləmək deməkdir, düzdür? Burada da yazıb onsuz. Çox diqqətli olun. Bu gördüyünüz maddələr toxunulmazdır. Bunlara nə dəyişiklik olmaz, nə əlavə. Dəyişiklik olmadığını buradan öyrəndiniz. Bax, burada bizə bildirdi ki, bu maddələr referenduma çıxarıla bilməz. Referenduma çıxarıramsa mən buna nə etmək istəyirəm ki? Dəyişikliklər eləmək istəyirəm də konstitusiyama deməli, düzdür? Çox, olmaz. Dəyişikliyi bir dənə də tez deyirəm sizə. Azərbaycan Respublikasının konstitusiyasına dəyişiklik necə oldu? Yalnız referendum yolu ilə, düzdür? Bəs dəyişikliyi kim təklif elədi? Milli Məclis və ya prezident. Əvvəlcə kimin rəyi alınır? Konstitusiya Məhkəməsinin. Yox, məsələ bitdi. Bu maddələrə də dəyişiklik olmaz öz yerində. Bura qayıdacağam amma. Son 3 maddə, dəyərli dostlar. Konstitusiyama dəyişikliyi bildiniz. Bəs konstitusiyamıza əlavə eləmək istəyirəm. Əlavə necə olur? Nə isə artırmaq istəyirəm də. Azərbaycan Respublikasının konstitusiyasına əlavələr Milli Məclisdə 95 səs çoxluğu konstitusiya qanunu şəklində qəbul edilir. Konstitusiyama əlavə necə olur? Konstitusiya qanunu şəklində. Bunu siz bilirdiniz. Hardan bilirdiniz? Milli Məclisin 94-95-ci maddələri var idi. Deyirdim bunları artırmaq istəyirəmsə hansı aktla əlavə eləyə bilərəm? Hamısının axırında yazırdı. Konstitusiya qanunu ilə əlavə eləmək olur. Elə 94-cü maddəyə əlavə eləmək, konstitusiyama əlavə eləmək deməkdir də. Başa düşdünüz?
Deməli, Azərbaycan Respublikasının konstitusiyasına əlavələr Milli Məclisdə 95 səs çoxluğu konstitusiya qanunu şəklində qəbul edilir. Bəs bu əlavə necə olur? Dəyərli dostlar, əlavə 2 dəfə səsə qoyulur. İkinci səs vermə, birinci səs vermədən 6 ay sonra keçirilir. Bax burada yazıb, nə yazıb? Əlavələr, konstitusiya qanunları Milli Məclisdə 2 dəfə səsə qoyulacaq. İkinci səs vermə, birinci səs vermədən 6 ay sonra keçirilir. Elə bil ki, əlavə qəbul etmək istəmirəm. Bunu 2 dəfə səsə qoyuram. Bir dəfə qoydum, 6 ay keçəndən sonra ikincini də qoyuram səsə. Konstitusiyamızı əlavələr haqqında konstitusiya qanunları həm birinci, həm də ikinci səs vermədən sonra nəzərdə tutulmuş vaxt çərçivəsində imzalamaq üçün prezidentə təqdim olunur. Bir dənə diqqətli olun bu yerdə. Konstitusiyamıza əlavələr Milli Məclisdə 95 səs çoxluğu konstitusiya qanunu şəklində qəbul edilir. 2 dəfə səsə qoyulur. Birinci səs vermə, ikinci səs vermə. Bunun hər ikisi imzalamaq üçün prezidentə təqdim olunur. Qanundur da, qanunlar imzalamaq üçün nə qədər vaxtda prezidentə təqdim olunurdu? 14 gün müddətində. Bax, səsə qoymadı bu birincini. Təqdim eləyir prezidentə, prezident imzalayır, ikincini səsə qoyur, onu da təqdim eləyir, prezident imzalayır. Bəs əlavə nə vaxt qüvvəyə minir? Bax, dördüncü bəndə baxın. Prezident tərəfindən ikinci səs vermə imzalandıqda qüvvəyə minir əlavələr. Oldu. Əlavə 2 dəfə səsə qoyulur. Prezident hər ikisini imzalayır. Çox diqqətlə qulaq as. Həm birincini imzalayır, həm ikincini. Amma əlavə onda qüvvəyə minir ki, prezidentimiz bu ikincini imzalayanda. Bax, burada hamısını yazıb. Konstitusiyamızın ayrılmaz hissəsi də konstitusiya qanunlarıdır. Aydın oldu. Konstitusiyamızın da əsas mətninə zidd olmamalıdır. Konstitusiya qanunları konstitusiyamızın əsas mətninə zidd olmamalıdır. Konstitusiya qanunları da bilirsiniz də prezident tərəfindən imzalanmasa qüvvəyə minmir. Onu da təkrarlatdım sizə. Qurtardı getdi. Əlavə necə oldu dostum? Milli Məclis 95 səs çoxluğu konstitusiya qanunu şəklində əlavələr qəbul edilir. 2 dəfə səsə qoyulur əlavə. İkinci səs vermə, birinci səs vermədən 6 ay sonra keçirilir. Hər ikisi təqdim olunur prezidentə imzalamaq üçün. Prezident hər ikisini imzalayır. Amma əlavə nə vaxt qüvvəyə minir? Prezident ikincini imzalayanda. Qurtardı getdi. Konstitusiyamızın ayrılmaz hissəsi nədir? Konstitusiya qanunları. Konstitusiya qanunlarda Azərbaycanın konstitusiyasının mətninə zidd olmamalıdır yazsa səhvdir ha. Bax bir də dedim. Yazar ki, konstitusiya qanunları Azərbaycanın konstitusiyasının mətninə zidd olmamalıdır yazsa səhvdir. Əsas mətninə zidd olmamalıdır. Çox diqqətli ol. Bəs gəlin görək, konstitusiyamıza əlavəni kimlər təklif eləyə bilər? Biz bayaq nəyi gördük? Gördük ki, konstitusiyamıza dəyişikliyi kim təklif eləyirdi? Milli Məclis və Prezident. Dəyişiklik. Əlavəni kim təklif eləyir? Əlavəni Milli Məclisin azı 63 deputatı, bir də Prezident. Bax, e, əlavəni dəyişiklikdən fərqləndirən Milli Məclisin azı 63 deputatı olmağıdır. Azı sözünə çox diqqət eləyin ha. Deməli, mənim konstitusiyama əlavəni kim təklif edə bilər? Azərbaycan Respublikası konstitusiyasına. Milli Məclisin azı 63 deputatı. Birdən yazar ki, Milli Məclisin 70 deputatı eləyə bilər də, niyə eləməsin ki? Fikrim çatdı? Şo. Qurtardı, getdi. Əlavənin təklifini bildiniz. Bir də baxıram sonuncu maddə 158. Bu konstitusiyanın birinci bölməsində əks etdirilmiş müddəalarla əlaqədar konstitusiyama əlavə təklif edilə bilməz. Birinci bölmə nədir? Azərbaycan Respublikası Konstitusiyasının bax 1-23-cü maddəsi. Çox diqqətlə qulaq as. Yəni ilk bölmədə bax 1-23-cü maddə var ha. O maddələrə əlavə təklif edə bilmərəm mən. 1-dən 23-ə qədər olan maddələr var ha, ardıcıllıqla. Onlara əlavə olmaz. Nə prezident, nə Milli Məclisin 63 deputatı təklif edə bilməz. Çünki olmaz da qanundur. Bir də çox diqqətli ol. Bunların içində toxunulmaz maddələr də var idi, dəyişiklik olmaz. Bax bu maddələr, mənim gözəl dostum, mən bayaq dedim ya, bunlar toxunulmazdı. Bunlara nə əlavə olmaz, nə dəyişiklik. Sən indi özü burada başa düşməlisən ki, mən nəyə görə bunlara toxunulmaz deyirəm? Çünki mən Azərbaycan Respublikasının konstitusiyasına dəyişikliklər maddəsində öyrənirəm ki, bunlara dəyişiklik olmaz bu maddələrə. Və gəlirəm əlavədə də öyrənirəm ki, 1-23-ə də əlavə olmaz. Həmin bu maddələr də 1-23-ün içində deyil, içindədir də, düzdür? Və gördüm ki, bu maddələrə dəyişiklik olmaqla paralel əlavə də eləmək olmaz. Bax bu gördüyünüz maddələrə. Bunların bir adı var, toxunulmaz. Və belə qərara gəlirəm ki, bunlar toxunulmazdır. Aydın oldu?
Mənə burada bunların dəyişilməz olduğunu öyrətdi dəyişikliklərdə. Altdan da deyir ki, birinci bölməvə əlavə edə bilmərəm. Birinci bölməmdə 1-23 deməkdir. Amma mən də baxıram ki, bu onun içinə aiddir də. Şo, deməli bunlar toxunulmazdır. Amma bu maddələri çıxandan sonra bax 1-23. Buna əlavə olmaz. Amma bunun içində bəzi maddələrə dəyişiklik olar. Misal üçün 3-cü maddəyə dəyişiklik olar, 9-cu maddəyə olar. Bunlara olmaz da dəyişiklik. Bundan qalanlarına geriyə olur. Başa düşdünüz yəqin ki məni. Misal üçün 20-ci maddəyə dəyişiklik olar. 21-ə olmaz. Niyə? 21 çünki mənə deyib dəyişiklik olmaz sənə. Bu da buradan deyir ki, 21-ə əlavə də olmaz. Mən də belə qərara gəlirəm ki, 21-ə nə dəyişiklik olmur, nə əlavə, deməli maddə toxunulmazdır. Bu qədər. Burada çətin bir şey yoxdur. Oxusaz özünüz hər şey yoluna düşəcək. Şunlara baxmayın. Mənim videolarıma baxırsınız.